Deməli belə, birinci sizə məlumat verirəm hansı misal tipləri haqqında. Qaydalar haqqında da danışacağım. Birinci bəzi misal tipləri var ki, onu sırf qayda olaraq yox, misal tipi üzərində izah edirlər. O misal tiplərindən birincisi hansıdır? Baxırsınız misal nömrə 1-ə. Deməli, diqqətlə qulaq asırsınız mənə. Bu tipli misallarda nə edirsiniz? Deyir ifadələrdən hansının qiyməti enin bütün natural qiymətlərində tək ədəddir. Ümumiyyətlə bu tək-cüt misallarında çalışırsınız. Məsələn, uşaqlar var, fikir yürüdür. Deyir ki, müəllimə tək ədədə vuranda tək edir, təki cütə vuranda cüt edir, təkin kvadratı təkdir. Siz belə fikirlər yürütdükcə özünüzün beyni yanacaq. Yəni cümlə yürütmək, riyaziyyatda beyin yandırmaq deməkdir. Bunlarda ən gözəl yol enin yerinə qiymət qoymaqdır. Sizə bir ideal yol deyirəm ki, əgər deyirsə n təkdir, enin yerinə 1 qoyursunuz, n cütdür, enin yerinə 2 qoyursunuz. Deyə bilərsiniz ki, mən başqa qoymaq istəyirəm, qoy. Keyfin necə istəyir, qoya bilərsən. Məsələn, tək deyir, 3 qoy, 5 qoy, 7 qoy. Amma ki, rəqəmlər balaca alınsın, misalınızı daha tez həll eləyəsiniz deyə mən 1-2 olaraq sizə daha çox məsləhət görürəm. Məsələn, dedik ki, enin yerinə neçə qoyuram? 1. Bir də enin yerinə neçə qoyuram? 2. 1 bizdə tək ədədləri təmsil edir, 2 bizdə cüt ədədləri təmsil edir. Sonra nə edirsiniz? Həmin bu enin 1-2 qiymətini gətirib variantlarda yerinə qoyursunuz. Məsələn, A variantında qoyuram yerinə. Deməli belə. Deməli nə edirsiniz? Enin yerinə 1 qoyanda, məsələn, bura baxırsınız, mənə kömək edirsiniz. Cavab neçə edir? 0. Bəs 2 qoyanda? 3. 2-nin kvadratı 4, 4-dən də 1-i çıxanda 3. 0 sizdə bir növü cüt ədəd sayılır. Çünki tək ədədlər 1-dən başlayır da bizdə, düz deyil. Deməli, 0 cütdür, 3 isə təkdir. Deməli, hər qiymətində tək almadıq. İndi ikinciyə baxıram. Enin yerinə 1 qoyanda cavab neçə edir? Bəs 2 qoyanda? Gördünüz, 1-in cüt, 1-in tək alırız. Onda bunu da deyə bilməyəcəm. Deməli belə, C variantında enin yerinə 1 qoyanda neçə aldınız? Yox, enin yerinə 1, C-də. 5, bəs 2 qoyanda? 11. Görürsünüz, ikisində tək aldınız. Bax, enin yerinə cütdə qoydum, tək aldım. Tək də qoydum, tək aldım. Sədə şərtdə deyirdi ki, enin bütün natural qiymətlərində tək ədəd olsun. Ona görə cavabımız olur C variantı. Aydın oldu. İndi birini də başa salıram, növbətisini sizdən soruşacağım. Deyir ki, ifadəsinin qiyməti tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir. Yenə nə edirsiniz? A-ya 2 cür qiymət verirsiniz. Bir dəfə A-ya 1 verirəm, bir dəfə də A-ya 2 verirəm. Burada indi zəhmət olmasa baxın, A-nın yerinə 1 qoyanda cavab neçə edir? 16. Bəs A-nın yerinə 2 qoyanda? 121. Mənə şərtdə deyirdi ki, qiymət tək ədəd olsun. Qiymət tək ədəd olan 121 olan. A-nın yerinə neçə qoyanda aldım? 2 qoyanda. Deməli, variantlarda gətirib A-nın yerinə 2 qoymalısınız. A-nın yerinə 2 qoyanda hansında cüt alınır? Hansı variantda? B variantında. Ona görə də cavabı götürürsünüz B variantı. Bax, 5-i 2-yə vurub, üzərinə 2 gələndə cavab edir 12. Düzdür? Ona görə də cavab olacaq B variantı. Aydındır? Problem yoxdur. İndi zəhmət olmasa 3-cü misalı özünüz tapın. X-in yerinə, burada bir dəfə 1 qoyuram. X-in yerinə 1 qoyanda cavab edir neçə? 4. Bir dəfə də 2 qoyuram. Edir 25. Mənə şərtdə deyirdi ki, necə ədəd olsun? Cüt. Cüt olan hansıdır? Bax bu. X-in yerinə neçə qoyanda aldın? 1 qoyanda. Deməli, variantlarda X-in yerinə 1 qoymalısınız. X-in yerinə bax burada 1 qoyanda olur 7 üstə gəl 5. Neçə alıram? 12. Ona görə də cavab olacaq Y variantı. Elə bir ki, məsələn, cüt hansında almısan? Birincidə 4 almısan. Düzdür? X-in yerinə neçə qoyub almısan? 1. Ona görə variantlarda X-in yerinə 1 qoymalısan. Aydındır? Hamı başa düşdü. İndi növbəti 6-cı misalı özünüz tapın. Neçə qoydun yerinə rəqəmlər? 2, 4. 2, 4 qoyanda D variantında 2 üstə gəlsin 12 olur. O deyir 14. Mənə deyir tək ədəd olsun. Tək ədəd olan Y variantıdır. 2 ilə 4 qoyanda 2 ilə 4-ün cəmi sürətdə 6 eləyir. 6-nı da 2-yə böləndə 3 alırsınız. 3 də sizdə tək ədəddir. Aydın oldu mu sən?
Yox, o düzgün fikir sayılmır, çünki onda XX yazardılar. XY fərqli ədəd kimi götürülür. Məsələn, düz dediyim versiyasında səhv deyil. Səhv şərtdə deməyib ki, XY-dən fərqlidir. Sadəcə olaraq o ümumi hal kimi götürülmür də, istisna hal kimi götürülür. Ümumisini yoxlamaq istəyirsənsə fərqli verməlisən. Daha sonra 7-ci misal haqqında özünüzün fikrini bilmək istəyirəm. Nə fikriniz var? Yəni bu misalı gördün, getmisən imtahana, özü də 2 dəfə imtahana düşmüş sualdır. Bu misal haqqında nə deyə bilərsən? Üstəgəlsin Y. Y-in yerinə nə qoyacaqsan? Məsələn, ən kiçiyi X-dir, okey. Ən böyük, yəni 100-cü ədəd nə olmalıdır sizcə? X-lə ifadə eləsəz. 99. X üstəgəl 99. Səbəbini izah edeyim sizə. Bax, 3 ardıcıl natural ədəd yazıram. Birinciyə X deyirəm. İkinciyə X üstəgəl 1 deyirəm. Üçüncüyə də X üstəgəl 2 deyirəm. Üçüncü bu X üstəgəl 2 oldu mu? Və sən dildə deyirsən üçüncü, amma yazanda nə yazırsan? X üstəgəl 2. Yəni, məsələn, birinci ilə 100-cü bir-birindən 99 qədər fərqlənir, düzdür? Sən birinciyə X deyirsənsə, 100-cü neçə olmalıdır səndə? X üstəgəl 99. Yəni, ən balaca X-dir. Ən böyük nədir? X üstəgəl 99. Bərabər eləm 629-a. 2x bərabərdir 530. X-i nə alıram? 265. Deyirəm kiçik ədəd neçədir? Cavab olacaq D variantı. Aydın oldu? Tam aydındır hər şey. Sual yoxdur bu misallarda məndə. Bu yaxla dediniz, məsələn, orada yazmışdı, 3 ardıcıl ədəd yazandı. Aha. Onun arasını tam başa düşmədim. 3 ardıcıl natural ədəd o deməkdir ki, məsələn 1, 3, daha doğrusu 1, 2, 3, 4 bir-birindən bir vahid fərqlənir. Yəni bir vahid artıra getməlisən. Birinci X deyirəmsə, o bir ondan bir vahid çoxdur, o bir ondan bir vahid çoxdur. Yəni artıra getmişəm. Başa düşdün? İndi bunun ardıcıl tək ardıcıl cütü də var, onun haqqında birazdan danışacağam. İndi isə nədən danışıram mən? Bax bu ədədlərdən. Bu ədədlər haqqında danışım, görək bunlar nədir? Yox, açmayacaq. Açdığımız misallar da var, açmadığımız misallar da var. Ümumiyyətlə, bu ədədlərin açılışı bizdə necə açırıq? B bizdə təklikdə A 10-luqdur. Bunun açılışı necə olacaq? 10A üstə gəlsin B. Belə olanda ABC olur təklik 10-luq, 100-lük. 100A üzərinə gəlsin 10B, üzərinə gəlsin nə? C. Məsələn, artırıram. Bunun açılışı necə olacaq? 1000A 100B. Sağ ol. Bunu yəqin ki, hamımız bilirik yadımızda da aşağı siniflərdən. İndi bu misalları bizdə 2 tipdir. Biri var açdığımız tiplər, biri var açmadan həll edə bildiyimiz tiplər. Açmadan həll edə bildiyim tip, məsələn, 8-ci misal tipidir. Bunu mən izah edəcəm. 9-u sizdən soruşacağam. Nə vaxt açmadan həll edə bilərsən? Konkret sənə cavabı veribsə. Məsələn, bunların cəmini ya da fərqini konkret deyir ki, atıram filan ədəddir. Bax, hansı ki 8-9-da sizdə konkret cavab var. Bunlarda açmağa ehtiyac yoxdur. Nə edirəm? Alt-alta yazıram. Yazıram AB 7, çıxılsın AB. Bərabərdir şərtdə neçə verib bizə? 133. İndi necə həll edirsiniz? Sual verirəm. 7-dən neçə çıxan da cavab 3 eləyir? 4. Deməli, B 4-dür. B-nin yerinə 4 qoyanda 4-dən neçə çıxsa cavab 3 eləyər 1. Deməli, A-da 1-dir. Cəmini istəyir. 4 ilə 1-in cəmi neçə olacaq sizdə? 5. Aydındır? Ne zəhmət olmasa 9-u tapan cavabını deyil. Deməli belə. AB 8-dən çıxıram AB-ni. Alacam 179. Düzdür? 8-dən nəyisə çıxanda 9 eləmir. Deməli, burada B-dən bir vahid verilib ora. 18-dən neçə çıxsaz 9 eləyir? 9. Deməli, B sizdə 9-dur. İndi B 9 olsa da, sən 9-dan artıq bir vahid vermirsən axı. Bir vahid verdiyivə görə artıq orada neçə qalır sizdə? 8 səhv tapmışsınız deyəsən. Niyə 2-də? Niyə ki? Cavab 7 eləyir. 8-dən neçə çıxan da 7 eləyir. A 1-dir. A-nı neçə götürəcəm? 1. D niyə 8-dir? İzah edeyim. Bax, sən burada B-ni neçə götürdün? 9. Gətirdim, burada B-nin yerinə 9 qoydum. Düzdür? Axı sən 8-dən 9-u çıxıb 9 almamısan, 18-dən 9-u çıxıb 9 almısan. Yəni bu 9-un bir vahidini artıq vermirsən o tərəfə. Düzdür? Ona görə də sən orada yerdə qalan kimi 8 götürməlisən. 8-dən neçə çıxanda 7 eləyir? 1 çıxanda. Deməli, dedim 9-dan 1-dir. 9-dan 1-in də cəmi cavab neçə eləyəcək? 10. Aydındır? Başa düşdünüz? Gəlin buna aid bir dənə maraqlı misal verim. Özünüz fikirləşin.
Zəhmət olmasa 5-ə baxın, tapmağa çalışın. Deməli, gəlin bir yerdə misal haqqında danışaq. Deyir 2 natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Deməli, ədədlərimin arasında bir vahid rəqəm fərqi var. Məsələn, biri 1 rəqəmlidirsə, biri 2 rəqəmlidir ki, 1 rəqəm silinəndə o biri alınsın. 1 rəqəmli ilə 2 rəqəmli ədədin cəmi 474 ola bilməz. Deməli, biri 2 rəqəmlidir, biri 3 rəqəmlidir. Son rəqəmin 1-dirsə, biri AB1-dir, biri isə nədir bizdə? AB. Cəm neçədir? 474. 1 ilə neçənin cəmi 4 eləyir? 3-ün. Deməli, B 3-dür. B-ni yenə 3 qoysam, 3 ilə neçənin cəmi 7 eləyir? 4-ün. Deməli, A-da 4-dür. Deməli, ədədlərimdən biri 431-dir, biri də 43-dür. Bunların da fərqini tapanda cavab neçə eləyəcək? Niyə bir dənə 43 çıxırsam, vəssalam. 288. Çünki mənə deyir ki, birinci ədədlə ikinci ədədin fərqini tapın. Birinci ədəd 431-dir, biri siləndə 43 qalır. Onların fərqini istəyir bizdən. O da olacaq 388. İndi zəhmət olmasa birazcık qəliz də olsa, bir də sizdən xahiş edirəm, misalı azı bir 3 dəfə oxuyun. Çünki mənim özüm məsələn sizin yaşda bu misalı həll edəndə azı bir 3-4 dəfə oxumuşdum. Yəni həqiqətən başa düşülməsi birazcık çətin olan misaldır, amma qəşəng misaldır. Yəni beyni əsl işlədən bir misaldır. Misalın şərtində deyir ki, birinin sonundan 6 rəqəmini silib, digərinin sonuna 7 rəqəmini əlavə etdikdə. Məntiqən bu ədədlər arasında 2 vahid fərq olmalıdır. Deyə bilərsin ki, hardan bilim 2 vahid fərqdir. Özür dilərim, fikirləşin. Məsələn, bir vahid fərq götürdüm. Birinin 4 rəqəmli, birinin 3 rəqəmli. Sən 3 rəqəmliyə nəyəsə əlavə edib 4 rəqəmlidən silsən, biri 3, biri 4 olacaq təzədən. Yəni, bərabər alınmayacaqlar. Gərək birində məsələn 2 rəqəm olsun. Sən 2 rəqəmi birini əlavə edəndə 3 olsun. Biri də 4 rəqəm olsun ki, 4-dən də birini siləndə yenə 3 olsun. Yəni ikisi də bərabərləşsin, 3 olsun. Birin 4, biri 2-nin olmağını ham başa düşdü məndə. Məsələn 3-1 götürə bilmərəm. Çünki 3 rəqəmli ilə 1 rəqəmlinin cəmi 2500 verməz. Düzdür? Ona görə birinin 4 rəqəmli, birinin 2 rəqəmli götürdüm. İndi dediyimi yazıram. Biri olsun ABCD, biri də olsun AB. Razısınızmı? Düzdür? Gəlin indi bu CD-ni müəyyən edək ki, hansıdır? Mənə deyir ki, birinin sonundan 6 rəqəmini silib. Sildiyiniz 4 rəqəmli olmalı deyil. Deməli, bunun sonundakı rəqəm neçəymiş? 6. Digərinə deyir 7 əlavə eləsən, bunlar bərabər olar. Sən buna 7 əlavə eləyəndə bunlar bərabər olursa, deməli eləcə 7-dir də. Çünki 7 əlavə eləyəndə bərabər olması üçün gərək yuxarıdakı da 7 olsun ki, altını siləndə ikisində də AB 7 qalsın. Düzdür? İndi bununla da razısızsa keçim ardına. Buraya yazdım 7. İndi qulaq asın. Cəmi verib 2500. 6 ilə neçənin cəmi 0 olar sonu? 4-ün. Deməli B 4-dür. B-yə 4 versəm, bu 6 ilə 4 10 eləyirmi? Onda 0 yazırsan 1 yadda qalır. Həmin o biri bu 7-nin üzərinə gəlsən, bura olacaq 8. 8 ilə neçənin cəmi yenə 0 eləyər 2-nin. Deməli o da 2-dir. Kiçiyi olur 24, rəqəmlər cəmini istəyir, cavab olacaq 6. Aydındır mı? Tam başa düşdünüz? Gəlin bunun biraz rahat misallarına keçək. Hansı ki o atmalı olduğumuz. Buradan çıxın, qeydiyyat apardısa. Və bunların hamısı ev tapşırığında var. Oxşarı var, eləsi var, özü var. Ancaq qeyd edeyim ki, ev tapşırığında da evdə rahat yazasınız. Mən sizə görə bunları yazdırdıram ki, ev tapşırığında çətinlik çəkməyəsiniz. Çıxın buradan. Yazmışsınız. Gözlüyüm, hə, gözlüyüm. Şu. İndi gələk açdığımıza. Deyə bilərsiniz ki, biz nə vaxt bilək ki, bunları açmaq lazımdır. Bayaq nə dedim? Nə vaxt açmırsınız? Cavab konkret ədəd olandır. Məsələn, 10-cu misalda cavabınız konkret ədəddirmi? Deyil. Onda demək açmalısan. AB ədədinin açılışı 10A üstəgəl B-dir. Bərabərdir. 2A üstə gəlsin 4B-yə. Nə edirəm? 10A-dan 2A-nı çıxıram, neçə qalır? 8A. 4B-dən də B-ni çıxıram, neçə alıram? 3B. Razısınız? İndi burada sizə bir dənə üsul öyrədəcəm. Üsulun adı göy qurşağıdır. Göy qurşağında nə edirlər? A-nı aparırlar B-nin əmsalını, yəni A-ya deyirlər 3K. B-ni də aparırlar A-nın əmsalını, B-yə də deyirlər 8K. Niyə K yazdım? İzah edirəm onu sizə. Bax, mən bunu nisbət formasında yazsam, A bölünsün B, 3 böl 8 deyilmi? Bir dənə çarpaz vurun.
Düzdür? İndi bax, orada 8-də 3-dür. Bəlkə 16-da 6 olub ixtisar gedib. Bəlkə atıram 24-də 9 olub ixtisar gedib. Düz deyil? Sən neçə olub ixtisar getdiyini bilmirsən. Həmin o ixtisar gedəni ona görə bir K ilə işarə edirlər. A-ya deyirlər 3K, B-yə deyirlər 8K. Məsələn, bu misalımda siz K-ya 1 vermək məcburiyyətindəsiz. Deyin niyə? K-ya 2 versəm 6 ilə 16 olur. Mən 6 ilə 16-nı yan-yana yazsam olur 166. Axı 166 2 rəqəm nədətdir? Mənə burada, daha doğrusu 3 rəqəm nədətdir? Məndə burada deyir ki, ədəd 2 rəqəmlidir. Şərtim pozulur, düzdür? Ona görə K-ya 1 verirəm. A 3 olur. B-də neçə olur? 8. Cəmini istəyir. 3 ilə 8-in cəmi cavab neçə eləyəcək? 11. İndi mən burada məsələn uzatdım. Mənim özüm bu misalı yazanda K yazmıram. Niyə? Baxan kimi görürəm ki, biri 8-dir. Bilirəm ki, 8-i 2-yə vursam alınmayacaq. Ona görə piram oyuna 3-8 yazıram. Məsələn, nə vaxt K-nın yerinə həm 1, həm 2 qoya bilərdin? 8 yerinə 4 olsaydı, 3-4 olsaydı, həm 34 ödənərdi, həm də 2-yə vurardım, 68 ödənərdi. Düz deyil? Onda öncə sənə deyəcəkdi ki, kiçik qiymətini tap ya da böyük qiymətini tap. Aydın oldu? İndi bir daha misal verirəm, özünüz tapın. Zəhmət olmasa 11-ci misalı özünüz yazın. İndi növbəti nəyə baxırsınız? Baxırsınız nömrə 12. Burada baxırsınız ki, deyir ən böyük qiyməti ilə ən kiçik qiymətini tapın. Bax, burada fərqli haldır. Burada siz bir-bir yerinə qiymət qoyub yoxlamalısınız. Məsələn, burada 7-3 almışdınız. 7-ni siz bilirsiniz ki, 2-yə vuranda 14 edir. Deməli, burada elə tip olacaq ki, siz artıq 2-yə, 3-ə vura biləcəksiniz. İndi görək bunu necə yazırıq. Əvvəlini bilirsiniz, normal açılışdır. 10A üstə gəlsin B bərabərdir. 2A üstə gəlsin 5B. 10A'dan 2A çıxıram, neçə qalır? Bəs 5B'dən B çıxanda 4B. Onda B bərabərdir. 2A alıram mı? Hər tərəfi 4-ə böləndə. Düzdür? A-nın yerinə 1 qoysam, B neçə eləyir? 2-ni 1-ə vuranda. 2. A-nın yerinə 2 qoysam, 3 qoysam, 4 qoysam. İndi 5 qoya bilərəmmi sualını verirəm. Niyə? Sağ. Ən balaca onda 12-dir, ən böyük neçədir? 48. Məndən bunların fərqini istəyir. Yəni, ən böyük, ən kiçik qiymətdə sizdə bu formada olur. Yəni, rəqəmlər elə alınır ki, sən K-ların yerinə, A-ların, B-lərin yerinə qiymət qoya bilirsən. Aydın oldu? Sual yoxdur? Problem yoxdur? İndi bir tık da başqasına keçək. Ya Allah. Bunun açılışı nədir? Mənfi 8. Yox, müsbətdir. 10A üstəcəl B. Çıxma varsa çıxılsın 10B, çıxılsın A yazıram. Etirazı olan yoxdur? Bölünsün A üstəcəl B bərabərdir 7. Bura qədər kimi sual var? 10A'dan A çıxıram. Yuxarıda nə qalır? Bəs B-dən 10B çıxanda çıxılsın 9B. Bərabərdir. 7-ni bura vuracam. 7A üzərinə gəlsin 7B. Bura qədər kimi sual var? Heç kəsdə yoxdur. İndi 7A bu tərəfə keçəndə mənfi olur. 9A-dan 7A çıxıram. Neçə A qalır? 2A. Bu mənfi 9B-dir. Bu yana keçəndə müsbət olur. 7B ilə 9B-nin cəmi neçə olacaq? 16B. Hər tərəfi 2-yə böləndə 1 vura, bərabərdir 8 vurulsun B olur. Razısınız? Onda deyəcəm A 8-dir. B isə neçədir? 1. Görürsünüz ki, K-lamadım. Çünki bayaq öyrətdim ki, K nə vaxt olur, nə vaxt olmur. 8 ilə 1-in hasili cavab olacaq 8. Deyə bilərsiniz, niyə burada 16 2 eləmədiniz? Çünki 2 rəqəmlər də olması üçün ikisində bir rəqəmə salmalıyam. Orada 16 olduğuna görə mən 2-yə ixtisar aparıb daha sonra baxmalıyam. Aydın oldu? Dəqiq. Sual yoxdur mənə? İndi yaxşı, birində verim sizə. Nömrə 18-i müəyyən bir yerə qədər də olsa gəlin, lap sayını da tapmasanız mənə deyin ki, A üstə gəl B neçədir? Yaxşı. Ümumi baxaq. Yuxarının açılışı nədir? Deməli, 10A üstə gəlsin B, çıxılsın 10B, çıxılsın A. Aşağıda da A çıxılsın B. Üstə gəl A, üstə gəlsin B. Bərabərdir 21. 10A'dan A çıxıram, olacaq 9A. B'dən 10B çıxıram, çıxılsın 9B. Bölünsün A çıx B, üstə gəl A, üstə gəl B, bərabərdir 21. Buradan 9-u çıxardanda qalır A çıx B.
Bunlar ixtisar edəcək. Qalacaq 9 üstəgəl A üstəgəl B bərabərdir 21-ə. Onda A ilə B-nin cəmini neçə alıram? 12. Cəmi 12 verən ədədlər ola bilər nə? 9, 3, 3, 9. Yəni 93 və 39. Sonra 84 və 48, 75 və 57. Siz 11 ilə 1 götürənməzsiniz və yaxud da 10 ilə 2 götürə bilməzsiniz. Çünki onda 3 rəqəmi olacaq. Bir də ədədlərimizdə 66 var. Onu da götürə bilmirsiniz. Niyə? Məxrəc açıq B idi. Yəni altdan altdan çıxanda məxrəc 0 eləyəcəkdi. Ona görə də götürə bilmərəm. Aydındır? Problem yoxdur. Sual yoxdur. Gəlin onda başqa bir maraqlı sual soruşum sizdən. Ay. Bu niyə belə oldu? Bunu açaq. Bunların fərqini ən rahat tapmaq yolu nədir? Diqqətlə baxın mənə. Hacan? Onlara alt-alta çıxdım yəni. Bəli. Niyə alt-alta yazıram? Səbəbini deyəcəm. Bax. Y-lər görürsünüz eyni mərtəbədədir. C-lər də eyni mərtəbədədir. A-lar da eyni mərtəbədədir. Çıxanda bunlar ixtisar edirmi? Yəni bir də açılışda onlardan istifadə eləməyə bizə ehtiyac yoxdur. İndi mənə baxın. Ədədləri belə sayılarda təşriş onluq. D-ni nəyə vurmalısan? Ona. C yüzlükdür. B nədir? Minlik. B-ni nəyə vurmalıyam? Minə. Etirazı olan var. İndi çıxılsın. D-ni minə vururam. B-ni isə ona vururam. Olacaqmı 990 B çıxılsın 990 D. Razısınız? Ay, sağ. 7920-ni deyir böl buna. B çıxılsın D. Bunlar ixtisar edəndə yuxarıda 8 qalır. İndi mənə şərtdə deyir ki, bu özü tam ədəddir və B D-dən böyükdür. B D-dən böyükdürsə deməli məxrəc naturaldır. Razısınız? 8-in bölündüyü natural ədədləri tapmalıyam. 1-dir, 2-dir, 4-dür, bir də 8-dir. Bunların cəmini istəyir, cavab olacaq 15. Birinci yapmışlar da 14 yani 21. Hə. 10 yere yazdı. Deməli, bax D onluq mərtəbəsindədir. Arxadan sarırsan Y təşrişdir, D onluqdur. C yüzlükdür, B minlik. Hə. A S'yi ixtisar etsə də yenə B. Yenə mərtəbə vahidlərini qoruyurlar. Yəni onlarda heç bir dəyişiklik olmur. Aydındır? Başa düşdünüz? Hı? Asandır. İstəyirsən tap. Hə? 27. Bu misal əvvəl dimdə yox idi. Yəni topulda ümumiyyətlə bu tip yox idi. Heç ümumiyyətlə imtahanlarda da rastımıza gəlməmişdi. Biz o vaxtda keçmişdik. Düzü heç kurikulumda rastıma çıxmayıb. Yəni uşaqlardan da soruşdum, dedi bizə də başa salmıyorlar bu tipi. Hansı rəqəmdən bitir tipi? Sizə başa salıb? Bir dənə keçən topluya əlavə olundu. Dalınca da dərhal imtahana əlavə olundu. Yəni demək daxil olunub bu sual. Ona görə də biraz ehtiyatlı olduğumuz tipdir. Ümumiyyətlə bu son rəqəm misalları necə tapılır izah edirəm. 12-nin son rəqəmi neçədir? 2. Birinci 2-nin qüvvətlərini araşdırıram. 2 üstü 1 neçə edir? 2 üstü 2. 2 üstü 3. Bəs 2 üstü 4. 16. Təzdən 2 üstü 5 32 eləyib son rəqəmi 2-yə qaydırmı? Bu deməli 4 dənədən bir dövr edir. Yəni 4 dənədən sonra yenidən əvvələ qayıdır. Onda nə edirlər? Bunun qüvvətini bölürlər 4-ə. 4-ə böləndə bilirsiniz ki 220 4-ə bölünür. 55 qalır. Düzdür? Qalıq neçə qalacaq sizdə? 3. Razısınız? İndi sual verirəm. 2 üstü 3-ün son rəqəmi neçədir? 8. Deməli bu hissə var. Bunun son rəqəmi 8-dir. Sual var mənə? Sual var? Yoxdur. İndi keçirəm 7-yə. 7 üstü 1 7. 7 üstü 2 49. 7 üstü 3'ü hesaplamaq zorunda değilsiniz. 9'u 7'ye vuranda neçə eləyir? Yəni son rəqəmimiz 3'dür. Təzədən 3'ü 7'ye vuranda neçə eləyir? 21. 7 üstü 4'ün də son rəqəmi 1'dir. Bax, əvvəlini heç yazmıram. Çünki vaxtımız gedir. Düzdür? İmtahanda düşdü, yazmayın. Təzədən 1'i 7'ye vuranda təzədən əvvələ qayıdacaqmı? Deməli 4 dənədən bir dövr eləyir. 56'nı bölürəm 4'ə.
Tam düşür. Düzdür? Neçə dəfə düşəcək? 14 dəfə. Qalıq 0-dır. 7 üstü 0 nəyə bərabərdir sizdə? 1-ə. Deməli, bunun son rəqəmi 1-dir. Etirazı olan var? Yoxdur ki. Yəni, keçirəm 19 üstü 25-ə. 19-da son rəqəm 9 sayılır. 9 üstü 1, 9. 9 üstü 2, 81. 81-i yenidən 9-a vursanız, yenə son rəqəm 9-a qayıdır. Deməli, bunun dövrü 2-dir. Düzdür? Qüvvətdə neçə idi bizdə? 25. 25-i bölürəm 2-yə. Düşəcək sizdə 12 dəfə, qalıq 1. Düzdür? 9 üstü 1 ilə bərabərdir 9-a. İndi nə baş verirdi? Və bunun yerinə 8 yazıram. Bunun yerinə 1 yazıram. Bunun da yerinə 9 yazıram. 8-i 1-ə vurub üstünə 9 gəlir. Oldu 17. Son rəqəmin neçədir? 7-dir. Aydın oldu? Yəni, yenə deyirəm, əvvəl yox idi. Keçərlə əlavə olundu, dalınca imtihana salındı. Belə qoyaq, rahat yazın. Bax, tema nədir? 2221-dən 1 çıxsam, 2220 ilə 20. 2223-dən 3 çıxsam, 2220 ilə 20. Sonra 2225-dən 5 çıxsam, 2220 ilə 20. Eyni zamanda bundan da bunu çıxanda 2220 edir. Sadəcə bir məsələ var. Mənə lazımdır ki, görüm mənə nə qədər 2220 lazımdır, nə qədər 2220 var. Onda 2 cür tapa bilərsiniz, daha doğrusu 3 cür. Birinci silsilədir, silsiləni hələ ki bilmirik. İkincisi bu ədədləri tamamlamaqdır. Necə? 1, 3, 5 deyil, tamamlayıram. 1, 3, 5, 7, 19-a qədər gedirəm. 13, 15, 17, 19. Sayıram ki, burada neçə dənə ədədim var? Deyirəm 10 dənə. Və yaxud nə edirsən? Fikirləşirsən ki, 1-dən 19-a qədər neçə dənə tək ədəd var deyəndə ümumi məsələn 20 ədəd deyil, 20-də 10 cüt 10 tək olur. Düz deyil? 1-dən başlayıb belə 20-də dayanıb. Düz deyil? Çünki 20 cütdür deyə yazmamışıq sadəcə. 10 dənəsi cütdür, 10 dənəsi təkdir və yaxud da məntiqlə tapırsan. 2220-ni vuram ona. Olacaq 22200. Düzdür? Bunun da üzərinə hər birinin son rəqəmini, yəni A-nı əlavə ediblər. Ona görə cavab olur C variantı. Aydındır? Çox maraqlı bir misaldır. Qeyd edeyim bunu. Başa düşdünüz? Dəqiq. Növbəti baxacağıq. Bunu yazdınız uşaqlar. Hə, gözləyim. İndi növbəti baxırsınız. Misal nömrə 15-ə. Sonra keçəcəm bölünmə əlamətlərinə, bir də qalıqlı bölməyə. Və belə bir dənə kömək edeyim sizə. Aşağının ən böyük qiymətini istəmir sizdən. Sizcə A-ya böyük verməlisiniz, yoxsa B-yə? A-ya. Niyə? Çünki A-nın əmsalı 5-dir, B-nin əmsalı 4-dür. İncə bu birinə. Dedik A-ya böyük verməliyik, B-yə balaca. B-yə ən balacını sevərə bilərsiniz. 5-i 1-ə vuranda 5. 90-dan 5 çıxanda 85 4-ə bölünürmü? Deməli 1 deyil. Bəs B-yə 2 versəm 10. 90-dan 10 çıxanda 80. 80 4-ə bölünür. Bəs salam. 4-ə üstə gəlsin 10 bərabərdir 90-a. 4-ə bərabərdir 80-ə. Onda A-nı neçə alıram? 20. Gətirirəm aşağıda A-nın yerinə 20 qoyuram. B-nin də yerinə 2 qoyuram. Çünki B-ni 2 qoyub tapmışdıq. Bəli. Aydın da. İndi danışaq bölünmə əlamətlərindən. Siz kömək edin, mən də danışım. 2 bölünmə əlaməti necədir? 0, 2, 4, 6, 8-dən bitər. 3-ə bölünmə. 9-a bölünmə.
Odur rəqəmlər cəmi. Bəs bir sual verim. 9-a bölünən ədədlər 3-ə bölünür. Niyə bölünmür? 9 elə 3 vur 3-də. Yəni tərkibində 3 var. Amma 3-ə bölünənlər 9-a hamısı bölünmür. Bölünənlər var içərisində. Amma hamısı bölünmür. Məsələn 15 bölünmür, tutaq 21 bölünmür, 20 tutaq 4 bölünmür. Düzdürmü? 3-ə bölünənlər 9-a bölünür deyə bilmərik. 4-ə bölünmür. Son 2 rəqəmi 4-ə bölünənlər. Sonra 25-ə bölünmür. 0, 0, 25, 50, 75 ilə bitən. Sonra 5-ə bölünmür. 10-a bölünmür. 6-ya bölünmür. 12-yə bölünmür. 3-ə və 4-ə. 2, 6 götürmürsünüz. Deyin niyə? 2-yə qarşılıqlı sadə ədəd seçməlisiniz. 18-ə bölünmür. Həm 2-yə, həm 9-a. Bəs yaxşı, hamının sevmədiyini soruşuram. 11-ə bölünmə əlamətini bilən var? İkisinin cəmi bərabərdirsə 11-ə bölünür. Biraz da aç. Tək yerdə duran rəqəmlərin cəmi, cüt yerdə duran rəqəmlərin cəminə bərabərdirsə və ya bu cəmlərin fərqi 11-ə bölünürsə. İndi izah edirəm, o nə deməkdir sizdə? Məsələn, A, B, C, D ədədi deyirəm. Burada birinci yer budur, ikinci yer budur, üçüncü yer budur, dördüncü yer budur. Tək yer 1-3 deməkdir, birinci, üçüncü yerdə duran. Cüt yer 2-4 deməkdir. Bu cəmlər bir-birinə bərabər olanda bu ədəd 11-ə bölünür. İndi rəqəm üzərində göstərirəm sizə. 2 ilə 9-un cəmi neçədir? 11. 11 olması üçün bura 8 yazırım. Gördünüz? Yəni 3 ilə 8-in də cəmi 11-dir, 2 ilə 9-un da cəmi 11-dir. 11 olmalı deyə bir şey yoxdur. Ha, istəyirsiniz dəyişək. Birdən o cür çaşarsınız. Bura məsələn 7 verim. 7 ilə 8-in cəmi neçədir? İndi 15 olması üçün birinciyə neçə yazacağım? 6. Gördünüz? Tək yerdə duran rəqəmlər cəmi cüt yerdə duran rəqəmlər cəminə bərabərdir. Bir də ikinci cümlə işlətdim. Bu cəmlərin fərqi 11-ə bölünürsə, onu da göstərirəm sizə. 6 ilə 9-un cəmi neçə idi? 15. İndi eləyəcəm ki, bura 4 olsun. Gördünüz? 15 oldu 4. Fərqi 11 eləyirmi? 11-ə bölünür. Ona görə də deyirəm ki, bu ədəd 11-ə bölünür. Aydındır. Bunu heç kəs sevmir. Niyəsə, mən də sevmirəm. Çox axmaq qaydadır. Amma bunu vurmada istifadə edənlər var. Məsələn, 13-ü 11-ə vurmaq istəyirsinizsə, 1 ilə 3-ü toplayıb ortasına yazırsınız, deyirsiniz cavab 143-dür. Yəni o qaydadan vurmasında istifadə etmək olur. Bir çoxluğu var. Gəlin bir dənə də qalıqlı bölmə düsturunu deyim. A bölünsün B, A bölünən B bölün. 2-ün natamam qismət R-də bizdə nədir? Qalıqdır. Bölünəni tapanda böləni vururlar natamam qismətə, üzərinə nəyə gəlirlər? Qalığı. Bir də bölən, yəni B, həmişə qalıqdan, yəni R-dən mütləq böyük olmalıdır. Gəlin bir neçədən bu misalına baxaq. Baxsız zəhmətimizə misal nömrə 11-ə. 11-i mən deyəcəm, 12-ni sizdən soruşacağım. Deyir 5-ə böldükdə qalıqda 4 alınır. 5-ə bölünmə əlaməti nə idi? Sonu 0 və ya 5 ilə bitsin. Qalıqda 4 qalırsa, 0-ın üstünə 4 gələndə 4, 5-in üstünə 4. Deməli, ya 4 ilə bitir, ya 9 ilə. 18-ə bölünməsi üçün dediniz eyni zamanda 2 və 9-a bölünsün. 2-yə bölünən cüt ədəd deməkdir. Yəni sonu neçədir bizdə? 4. Razısınız? İndi bir də yoxlamalıyam 9-a bölünməni. Y-in yerinə 4 qoyuram. Rəqəmlər cəmini hesablayıram. Neçə olacaq? 16 üstəcə x. 18 bizdə bölünür də 9-a. Onda x də neçədir? 2. 2 ilə 4-ün hasilini istəyir, cavab olacaq 8. Yəni B variantı. Aydındır. Zəhmətimizə 12-ni özümüzdə. Və 5-ə bölünmə əlaməti nədir? Hə. Qalıqda 3 qalırsa 0-ın üstünə 3 gələndə neçə edir? Bəs 5-in üstünə 3. 8. İndi bir sual verirəm. 3 ola bilər. Niyə? Çünki 18-ə bölünür. 18-ə bölünməsi üçün cüt olmalıdır. Onda 3'ü attım. 3'ü attımsa deməli y neçədir? 8. İndi 9-a da bölünməsi üçün, axı 18 həm 2 həm 9-adır. Rəqəmlər cəminə baxmalıyım. Olacaq 25 üstəcə x. Etiraz yoxdur. Yəni 9-a da bölünməsi üçün olmalıdır 27. Deməli x də neçədir? 2. 8, 2. 2-ni də 8-ə vuranda cavab neçə edəcək? 16. Tutduq. Aydındır.
Yəni bir dənə də verək. Onu yazmışdınız. Bir dənəsi də baxın. Nömrə ilə 1-ə. Sonra o qalıqlı bölmənin bir dənə misal tipi var, onu deyəcəm. Qeyd edəcəm. 1 8 8 16 üstə 9. B variant. Rəqəmlər cəmi neçə tapdınız? 25 üstəcə neçə x? 2x. Olmalıdır 27 2 9-a bölünsün. 2x bərabərdir 2. X-dən neçə tapıram? 1. İndi qalıqlı bölmənin bir dənə misal tipi var ki, baxırsınız, məsələn, 3-cü misal, 4-cü misal. Hətta 5. Üçü də bundandır. Deyir, adədini 8-ə böldükdə qalıqda 7 alınır. Bir ifadə verir. Deyir, alınan qalığı tapın. Yadınızda saxlayırsınız. Əgər sizə qaydamızda var, əşəti qeyddən yazmışam. Bir misalda qalıq verib qalığı istəyərsə, ədədi qalığa bərabər götürürsünüz. Düzdür. 8-ə böləndə qalıqda 7 alının 15-də götürmək olar. Amma elə misal olur ki, biraz rəqəmləri başqa cür verir. Məsələn, burada 2a üstəgəl 1, yox, məsələn, 2a kvadrat üstəgəl a üstəgəl 7, belə uzadır da, yəni böyük bir misal verir oranı. Onda görə sənə sərf eləməyəcək a-nın yerinə 15 qoymaq, daha balaca qoymaq sərf eləyəcək. Ona görə də ədədi, yəni a-nı nəyə bərabər götürürsən? 7-yə. A-nın yerinə 7 qoyanda 2 vur 7 üstəgəl 1, eləyir 15. 15-i 8-ə böləndə bir dəfə düşür, təzdən qalığı 7 alırsan. Amma həmişə belə alınmır ha. Məsələn, 4-ə baxın. Qalıqda deyir neçə alınır? 16. Deməli, ədədim 16-dır. 16-nı 7-yə böləcəm. 2 dəfə düşəcək. Qalıq neçə alınacaq? 2. Ona görə cavab olur A variantı. İndi 5-də nə yazasınız? Onu böləcək yoxsa? A, sol. Onu böləcəm 6-ya. Bir dəfə düşəcək. Qalıq 4. Aydın oldu. İndi gəlin buna aid bir dənə də qəşəng misal verim. Sonra sınava keçək. Nömrə 27-ni necə yazarsınız? M-in yerinə 6 qoyacaq. A, sol. Ədədim M-dir. Qalıqda 6 alınıbsa, M-nın yerinə 6 qoyacam. 36 üstəgəl 18 üstəgəl 7. Alıram 61. 61-i də 7-yə böləndə 8 dəfə düşür. Qalıqda neçə alınır? 5. Aydındır. 28-də M-in yerinə neçə qoyacaqsınız? Sual yoxdur mənə. Tam başa düşdünüz? Hə, bir dənə qulaq asın mənə. Bir ədəd götürəcəm, onun üzərində bütün kanonik şəkillə bağlı bilməli olduğunuz hər şeyi izah edəcəm. Məsələn, götürürəm 120. 120-ni ayırıram sadə vuruqlara. İkidən neçədə nədir? Yazıram 2 üstü 3. 3-dən neçədə nədir? 3 üstü 1. Bəs 5-dən? 5 üstü 1. Baba adlanır sizdə natural ədədin kanonik şəkli. Yəni, natural ədədin sadə vuruqların hasili formasında göstərilişi. Bu formada sizdən nələri soruşa bilər? Birincisi, sadə vuruq sayı. Sadə vuruq sayı nədir? Və bunlar 2, 2, 2, 3, 5. Sayı buradadır. 3, 1, 1 toplayıram. Neçədən sadə vuruğum var? 5 dənə. İkinci, soruşa bilər müxtəlif sadə vuruq. 2-dən 3 dənə olsa da sən bir dənə götürürsən, 3-dən bir dənə götürürsən, 5-dən də bir dənə. Neçədən oldu? 3. Üçüncü, soruşa bilər sadə bölən. Sadə bölən nədir? Məsələn, 120-nin bölündüyü sadə ədəd. 2, 3, 5-in özü. Yəni, elə müxtəlif sadə vuruqla sayı eyni olur. Neçədən götürürsünüz? 3 dənə. Dördüncü, natural bölən.
Natural bölən nədir? 120-nin bölündüyü natural ədədlər deməkdir. Sən bunu saymaqla sayıb qutara bilməzsən. Məsələn, 120-də tutaq ki, azdır. 1200 yersən ağayrasın. Düz deyil? Ona görə onun düsturu var. Düsturu necədir? Bax, bu qüvvətlərin üzərinə bir gəlib hasil tapmalısan. Olacaq 4 vur, 2 vur 2. Neçə alacam sayını? 16. Bir də ən son bir dənə kanunluq şəklinin düsturunu yazım. SGS-yə deyə bir düstur var. SGS nədir? Natural ədəddən kiçik və onunla qarşılıqlı sadə olan ədədlərin sayı. Məsələn, tutaq ki, 12-dən kiçik və onunla qarşılıqlı sadə 1-dir, 3-dür, 5, daha doğrusu üzr istəyirəm, 1-dir, 5-dir, 7-dir, 11-dir. Saya bilirəm, 4 dənədir. Amma böyük rəqəm versə saya bilməyəcəm axı. Məsələn, 120 ilə qarşılıqlı sadə nə qədər ədəd var? Düz deyil? Mən onu saya bilmərəm. Qarşılıqlı sadə nədir? Vahiddən başqa ortaq vurğu olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyirik. Məsələn, 5-dən 11 ortaq hissələri yoxdur. Atıram 7 ilə 9 ortaq hissələri yoxdur. Düzdür? Ortaq hissələri olmamalıdır vurğulara ayıranda. İndi SGS-nin düsturu belədir. 1 çıx 1 böl A, 1 çıx 1 böl B, bir də 1 çıx 1 böl C. Bu ABC bax bunlardır. 2, 3, 5 aşağıdaşlardır. Yazıram. En natural ədədin özüdür. 120 vurulsun, 1 çıxılsın. 1-dən 2-də 1 çıxıram. 1 çıxılsın, 3-də 1, bir də 1 çıxılsın neçə? 5-də 1. 1-dən 2-də 1 çıxanda nə qalır? 2-də 1, 3-də 1 çıxanda 3-də 2, 5-də 1 çıxanda 5-də 4. 2, 3, 5-i bir-birinə vuranda 30 edir. 120 ilə gedəndə 4. 4, 2, 4-ü vuram bir-birinə. Mən 32 dənəni sayıb qutara bilərdim. Yox, vaxtım gedəcəkdi. İ+-dakı bəlkə hansınsa ötürəcəkdim. Aydındır.